Mübarizə, müharibə sözlərindən sonra tam əksi, başqa abu-havada olan kəlmələr lüğətimizdə daha çox işlənməyə başladı. Qələbə, sevinç, qürur, xoşbəxtlik kimi ifadələr. Bir zamanlar torpaqlarını ala bilməmiş bir ölkə idik. Buna görə kədərlənir, tapdaq altındakı parçamızı düşünürdük. Amma bugün həmin kədər, utanc bitib. Zəfər günümüzü musiqi sədaları altında qeyd edirik. Zəfər günü münasibəti ilə hərbi qulluqçulardan ibarət hərbi orkestr paytaxtın müxtəlif ərazilərindən keçir. Bizim olan bizdədir, öz əzəli, əbədi sahiblərində. O torpaqlar da nəfəs aldı, can gəldi. Nəhayət ki, zəfər bizim oldu. Bugün o zəfəri taleyimizə yazan şəhidlərimizin adları hərbçilərimizin dilində əzbər idi. Hazırda paytaxtın Yasamal rayonu ərazisindəyik. Musa Bəyov parkından Şəhidlər xiyabanına doğru hərbi orkestr irəliləyir. Dosta sevinç, düşmənə dərd verən bu şanlı zəfəri bir daha bütün aləmə car çəkdik bugün. Xalqımız böyük xoşbəxtlik və həyəcan dolu hisslərini ifadə edir, qürur duyurdular. Gündə belə bir vaxtda bunları görmək, əlbəttə ki, qələbəsi olan bir xalqın sevinci olmalıdır hamının. Varıq ki, bugünü gördük. Bilirsiniz, bu çox önemli, özdəki milləti ruhunu qaldıran, milletin qeyrətini qaldıran bir gündür. Ona görə biz hamımız şadıq bugünə. Balacasından tutmuş ahılına qədər hər kəs küçələrdə, eyvanlarda, yollarda fəxarət hissi ilə hərbiçiləri izləyir, bu anları telefonlarının yaddaşlarına həkk eləyirdilər. Hazırda hərbi orkestrin dilində bizim şəhidlərimizin adları səslənir. Hər kəlmələrində, musiqilərinin hər bir sədasında, hər bir sözündə şəhid adı, vətənpərvərlik hissi nümayiş olunur. Hər kəlmələri vətəndir, hər sözləri şəhiddir. Hazırda Şəhidlər xiyabanı tərəfə yürüyürük. Yaşlarının az olmasına rəğmən müharibəni də, sonundakı zəfəri də görmüş uşaqlar da istər şeirlə, istərsə də içlərindən gələn sözlərlə hisslərini ifadə eləyirdilər. Haylasam qayalar, əks edər səsi, insana rıh verər gül şəlaləsi, qulaqların zümzüməsi, nəşəsi, unudulmur, yaddan çıxmır, nədəndir? Murovun o özü bizim vətəndir. Çox şükür ki, 8 noyabr gəldi, çatdı, bizim zəfər tariximizdir. Bu hiss çox qəşəngdir, bu hissi yaşadığımız şəhidlərimizin sayəsindədir. Allah hamısına rəhmət eləsin. Bu hissi çox qəribədir. Biz neçə ildir ki, işğal olmuş torpaqları axır ki, rahatca gəzə bilirik. Orada qəribədir də, yəni oralara təzədən geri qayıdıb oraları gəzmək, o hissi yaşamaq qəşəngdir. Hərbi orkestrin yanında onlarla birgə irəliləyən insanlar da vardı. Hər kəs bu sevinci fərqli şəkildə yaşayırdı. 44 günlük vətən müharibəsi, qəhrəmanlıq salnaməsini məhz bu əsgərlərimiz yazdılar. Hazırda bütün Azərbaycan bayram əhval-ruhiyyəsindədir. İndi isə Şəhidlər xiyabanının düz qarşısındayıq. Onlar doğulandan vətən deyiblər, vətəni qurtarmağa, onu azad etməyə and içiblər və bugün Bakı, Azərbaycan onların sayəsində gülür. İstər eyvanlardan Azərbaycanın 3 rəngli bayrağını asan xalqımız, istərsə də ki Azərbaycan, vətən sevgisi ürəyində olan balacalar, hər kəs bugün Azərbaycan deyir. Qəlbimiz vətən eşqi ilə döyünür. Hərbi orkestrla birgə irəlilədiyimiz yolda əsgərlərimizin hansı məşəqqətli yollardan keçərək qələbə qazandığını düşünməmək mümkün deyildi. Və nəhayət, gəldik hələ keçən əsrdən bu vətən üçün canını qurban vermiş şəhidlərimizin uyuduğu yerə, Şəhidlər xiyabanına.
Hazırda buradayıq. Şəhidlər Xiyabanının qarşısında artıq çatmışıq bura və illər öncə 44 günlük müharibədə ümumi olaraq Azərbaycan üçün canını verən şəhidlərimizin dəfn olunduğu yerdə. Və belə, nəinki 5, 15, 25, 35, 105 il sonra da bu zəfər xatırlanacaq. Şəhidlərimizin ruhu qarşısında baş əyiləcək, qazilərimiz yad olunacaq. Azərbaycan zəfərini ən yeni və təravətli formada sanki dünən olubmuş kimi keçirəcək. Zəfərin mübarək əziz xalqımız, zəfərin mübarək doğma vətən, zəfərin mübarək Azərbaycan. Ülviyə Orucova, Nizami Cənnətov.